Ekologiya və Təbii Sərvətlər Nazirliyi dekabrın 28-nə gözlənilən hava proqnozunu təqdim edir. Doğru Xəbər Azərbaycan bildirir ki, sabah Bakıda və Abşeron yarımadasında gün ərzində fasilələrlə yağış yağacaq. Səhər bəzi şəhər ətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək. Temperatur gecə 2-4, gündüz 5 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacaq, dağlıq və dağ-təyi rayonlarda qar yağacaq, ayrı-ayrı yerlərdə intensiv olacaq. Axşama doğru yağıntılar kəsiləcək. Gecə və səhər duman ehtimalı var. Qərb küləyi gündüz arabir güclənəcək. Temperatur gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə qədər isti, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Gecə bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq. Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda bəzi yerlərdə yağış yağacaq, arabir qar yağacaq. Ayrı-ayrı yerlərdə intensiv olacaq. Axşama doğru yağıntılarda fasilə yaranacaq. Duman gözlənilir. Qərb küləyi bəzi yerlərdə güclənəcək. Temperatur gecə 1-6 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacaq. Gecə və səhər bəzi yollar buz bağlayacaq. Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, eləcə də Daşkəsən, Gədəbəy və Göygöldə arabir yağış yağacaq. Eyni zamanda qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə intensiv olacaq. Axşama doğru yağıntılarda fasilə yaranacaq. Arabir duman olacaq. Qərb küləyi güclənəcək. Temperatur gecə 3-7 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyə qədər isti olacaq. Gecə və səhər bəzi yollar buz bağlayacaq. Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda arabir yağış yağacaq və qar yağacaq. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv olacaq. Axşam yağıntıda fasilə yaranacaq. Duman gözlənilir. Qərb küləyi güclənəcək. Temperatur gecə 3-7 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyə qədər isti olacaq. Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda arabir yağış yağacaq. Bəzi yerlərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə intensiv olacaq. Axşama doğru yağıntılarda fasilə yaranacaq. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə güclənəcək. Temperatur gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə qədər isti, gündüz 3-6 dərəcə isti təşkil edəcək. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda yağış yağacaq. Bəzi yerlərdə qar yağacaq, ayrı-ayrı yerlərdə intensiv olacaq. Axşama doğru yağıntılarda fasilə yaranacaq. Duman gözlənilir. Qərb küləyi güclənəcək. Temperatur gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq. Yevlax, Ağdaş, Kürdəmir, İmiş, Lağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Uzar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada yağış yağacaq. Ayrı-ayrı yerlərdə intensiv olacaq. Sulu qara keçəcək. Axşama doğru yağıntılarda fasilə olacaq. Arabir duman gözlənilir. Qərb küləyi güclənəcək. Temperatur gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə qədər isti, gündüz 5-8 dərəcə isti olacaq. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda bəzi yerlərdə arabir yağış yağacaq. Eyni zamanda qar yağacaq. Ayrı-ayrı yerlərdə intensiv olacaq. Duman gözlənilir. Şimal-şərq küləyi gündüz bəzi yerlərdə güclənəcək. Temperatur gecə 0-3 dərəcə isti, gündüz 5-7, dağlarda gecə və gündüz 0-3 dərəcə şaxta olacaq.